Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə ingilislərin bataqlığa düşən ay adlı nağılını danışacağam. Bir gecə ay göy üzündə həmişəki kimi öz yolu ilə gedərkən dünyaya tərəf baxdı. Bu vaxt o, böyük bir bataqlığın üstündən keçirdi. Bu yer o qədər qaranlıq olurdu ki, həndəvərdə yaşayan insanlar gecə vaxtı o tərəfə gəlməyə cəsarət etmirdi. Çünki yaxınlıqdakı kəndlilər burada bataqlıq cırtdanlarının yaşadığını bilirdilər. Cırtdanlar insanları sevməzdilər. Qaranlıq gecələrdə bataqlığa girən insanlar bir daha geri qayıtmırdılar. Cırtdanlar isə ancaq işıqdan qorunardılar. Bədirlənmiş ay görəndə cırtdanlar yerin altına çəkilirdilər. İnsanlar da qorxusuz, ürküsüz bataqlıqdan keçə bilirdilər. Buna görə də cırtdanlar aya nifrət edirdilər. Ay onu sevməyən bu cırtdanlar da çox maraqlanırdı. Çünki heç vaxt pislik etmədiyi bu cırtdanların niyə onu sevmədiklərini öyrənmək istəyirdi. Bir gecə dözməyib, yer üzərinə enməyə qərar verdi. Amma cırtdanların işığından qorxub yerin altına qaçmaması üçün əyninə qara palto geyinib bataqlığa girdi. Amma əlbəttə ki, qara qəlbli cırtdanları aldatmaq elə də asan olmadı. Onlar bu gələnin ay olduğunu anladılar. Çünki ayın paltosunun altından görünən ayaqları ətrafa parıltı saçırdı. Cırtdanlar bataqlığın ən qaranlıq nöqtəsində ayı əhatəyə alıb paltosunu sıx bağladılar. Sonra bataqlıqdakı böyük daşın altına qoydular. Amma bütün bu baş verənlərin bir şahidi var idi. Təsadüfən o gecə cırtdanlar ayı bağlayanda bataqlığın yanından bir adam keçirmiş. Arvadı xəstə olan bu adam qonşu kənddən təbib gətirməyə gedirmiş. Və təhlükəli olmasına baxmayaraq, təbibin yanına tez çatmaq üçün yolunu bataqlığın yanından salıbmış. Kəndli cırtdanların ayı bağladığını görüb, dəhşət içində oradan uzaqlaşıb. O gündən sonra ay bir daha göy üzündə görünmədi. Parlaq ay işığının qaranlıq gecələrə işıq salmamağı cırtdanların get-gedə daha çox yeri ələ keçirməsinə səbəb olurdu. Beləcə bataqlıq da böyüyür, insanların həyatı çətinləşirdi. Axır ki, kəndlilər bu işə çarə axtarmağa, ayın cırtdanlar tərəfindən ələ keçirildiyini görən kəndlinin bələdçiliyi ilə bataqlığa getməyə qərar verdilər. Qorxularına qalib gələrək bir gecə böyük fənərləri, məşəlləri əllərinə alıb bataqlığa girdilər. Bir-birlərini ürəkləndirmək üçün uca səslə mahnılar oxuyaraq bataqlığın ortasındakı böyük daşı tapdılar. Amma daşın ətrafı cırtdanlarla dolu idi. Bataqlıq cırtdanları ən böyük düşmənləri olan ayın azadlığa qovuşmasına mane olmaq istəyirdilər. İnsanların əllərindəki məşəli söndürmək üçün külək göndərirdilər. Buna görə də insanlar bataqlığın ortasında böyük ocaq qaladılar. Çırtıltı içində yanan ocaq ətrafı işıqlandıranda bataqlıq cırtdanları işıqdan qorxub yerin altına qaçdılar. İnsanlar da elə bu anı gözləyirdilər. Birləşərək böyük daşı qaldırdılar və sevimli ayı azadlığa buraxdılar. Elə buna görə də ay insanları çox sevir və çox vaxt göy üzündən insanlara gülümsüyür. Bu təbəssümü də elə ən çox insanlar anlayırlar. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.